bir ilə başa gəlir. Bir ildən bir, bəli. Biz filmin ssenarisini hazırlamışıq 2024-cü ilin yayında və artıq biz 2026-cı ilə gedirik və bu il yarımdan artıq əziyyət var burada. İnşallah ki, bu əziyyətimiz yerdə qalmaz. Kommersiya filmləri bilirsiniz ki, balaca çıqqılı büdcələrdən işləyir. Biz dəstəyi ancaq dostlardan, yoldaşlardan, müəyyən sponsorlardan alırıq. Büdcə əslində çox olsa daha yaxşı işlər görərək. Amma bu bizim büdcə 250 min civarındadır. O da əslində o büdcə ilə biraz film çəkmək çox çətindir. Amma biz çəkirik. Çünki böyük bir komanda işləyir filmdə. Çox böyük bir komanda. Məkanlar, hər şey puldur. Komandanın yeməyi, içməyi, qalmağı, suyu, yəni çox çətindir. Amma biz yenə də o civarda tapırıq. Dostlar, yoldaşlar, sponsorlar çəkirik. Pandemiyadan əvvəl çox əlaydı. Yeri filmlərimiz çox möhtəşəm baxılırdı. Amma pandemiyadan sonra ümumi zəiflik var. Həm film istehsalçılarında, həm də kinoteatra gələn insanların sayı azalıb. Amma inanıram ki, Qurd Dişi filmi yeni bir nəfəs gətirəcək.